Elə bir məkan yer yoxdur ki, Allahın elmi oranı əhatə etməsin. Uca Allahın elmi göylərdə də, yerlərdə də hər bir məkanı, yeri əhatə edir. Uca Allah buyurur: "Ələm tərə ennəllaha ya'lemu ma fi's-semawati və ma fi'l-ard?" Sən bilmirsənmi ki, Allah Teala göylərdə də, yerlərdə də olan hər bir şeyi bilir. "Mə yekunu min necva thalathatin illa huwa rabi'uhum." 3 nəfər arasında gedən elə bir xəlvət, söhbət, danışıq yoxdur ki, onların dördüncüsü Allah olmasın. "Və la xamsatin illa huwa sadisuhum." Elə bir 5 nəfər arasında gedən xəlvət, danışıq yoxdur ki, onların altıncısı Allah olmasın. "Və la adna min zalika." İstər say bundan 3-dən, 4-dən, 5-dən də az olsun, 1-2, istərsə də bundan əksər. Və la əksər. Daha çox olsun. "İlla huve ma'ahum eynema kanu." Onlar haradadırlarsa Allah onlarladır. Değerli kardeşlerim, həqiqətən də Allahın elmi hər bir şeyi əhatə edir. Uca Allah buyurur, onlar haradadırlarsa Allah onlarladır. Ayənin davamında bize bildirir ki, Allah'ın elmi onlarla birliktedir. Uca Allah zatı ile ucalardan da uzada olan semaların üzerindedir. Ama elmi her yerdedir. Elmi her bir şeye əhatə edeyim. Allah onlarladır. Sonra kıyamet günü onlara ne ettiklerini haber verecek. Allah her şeyi bilir. Bu ayet El-Mücadele suresi 7. ayet delil, açıq aydın sübuttur ki, insanlar ile birlikte olan Allah'ın elmidir. Özü zatı ile semada arşın üzerindedir. Bakın, İnnallaha bi kulli şeyin alim. Başka bir ayette Allah Teala buyurur: "Huvellezî halakas semâvâti vel arda fî sitteti eyyâmin thumme istevâ alel arş." O göyleri ve yeri 6 günde yarattı. Sonra erşin üzerine uzalıp orada karar tuttu. "Ya'lemu mâ yelicu fil ardi ve mâ yahrucu minha." O yere gireni de bilir, yerden çıkanı da bilir. وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا. Semadan ineni de bilir, semaya kalkanı da bilir. وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ. Siz haradasınızsa Allah sizinledir. وَاللّٰهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ. Allah sizin ettiklerinizi görür. Bakın değerli kardeşlerim. وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ. Siz haradasınızsa Allah sizinledir. Ayenin evveline bakanda neden söhbət gedir? Allah'ın eliminden. Allah'ın elmi her yerdedir. Sonra Allah'ın basaratı, görmesi her yerdedir. Özü ise zatıyla arşın üzerindedir. Ya'lemu ma beyne eydihim ve ma halfahum. Allah sizin keçmişlerinizi de bilir, gələcəyinizi de bilir. Değerli kardeşlerim, həqiqətən də uca Allah keçmişte olanı da bilir, hal-hazırda olanı da bilir, gələcəkdə olanları da biləcək. Uca Allah'tan gizlin, xəlvət heç nə qalmır. İnnallaha la yaxfa aleyhi şey'un fil ard və la fis səmə. İstər yerdə, istər səmada heç nə Allah'tan gizlin qalmır. Xəlvət qalmır değerli kardeşlerim. Allah Subhanahu ve Teala əzəldən her şeyi bilib, sonra onu lövh-i məhfuzda yazıb. Bütün o bildikleri. Əzəldən Allah Teala her şeyi bilib, sonra bütün o bildiklerin lövh-i məhfuzda yazıb. Değerli kardeşlerim, Allah Teala daima ve ebediyen her şeyi bilir. Elə bir zaman hissəsi, zaman dilimi yoktur ki, Allah'ın oradan haberi olmasın. Allah'ın elmi oradan habersiz olsun. Allah onu bilməsin. Uca Allah 7 qat semalardan da yuxarıda arşın üzerinde olan zaman yerde qara qarışqanın zülmət gecədə
qara qayanın üzərində atdığı addımın səsini eşidir, onun damarlarından gedib gələn qanı görür. Allahu Ekber. Bunu əql təsəvvür edə bilməz. Qəlblər bunu başa düşə bilməz. İnsan bunu nəyəsə bənzədə bilməz. Allahın elmin nəyəsə bənzədə bilməz. Allahın elmin dərk etmək olmaz. Ona görə də biz uca Allahın gözəl adların, uca sifətlərin hamısını ispat edirik, inanırıq, təsdiqləyirik, lakin bənzətmirik. Bənzətsə də mümkündür. Keyfiyyət vermirik. Keyfiyyət versə də mümkündür. Bacara bilmərik. Ola bilməz bu, dəyərli qardaşlarım. İnkar etmirik və təhrif də etmirik. Dəyərli, möhtərəm qardaşlarım.